əsəbləşirsən, Allah rədd elə də onu o görünsün. Yəni, mən həqiqətən əsəbləşirəm. Hələ utanmadan qadının dodağından öpdüyü paylaşma, xoşbəxtlər TikTokda paylaşırlar videolarını. Yaxşı, qeyrətli oğul, qeyrətli qazi arvadını öpdüyü videoları orada sosial şəbəkələrdə paylaşmır. Mən danışanda yenə də əsəbləşirəm. İndi burada bəziləri deyir, namus üstündə, onun üstündə, bunun üstündə. Namus olan kişi arvadının dodağından öpüb onu sosial şəbəkədə paylaşır. Nə namusundan danışırsınız siz? Sənin qeyrətsizliyin oradadır da. Sonra bir kişi donuna girirsiniz. O sənin məhrəmindir, sən onu ancaq bağladığın otağını arxasında öpə bilərsən. Sən ya bunlar poz verirlər, bütün şəkillərini boy-boy paylaşır. Niyə? Manşet olsun, qazi evləndi, bay atona. Gözümüz aydın. 2 aydan sonra da arvadı heç bilmədi, nətər öldü neyini. 8-ci mərtəbədə. O xəbər çıxanda deyirəm, ay başladım. Ağlı başında olan bu boyda qız 8-ci mərtəbədə paltarı, mən də paltar sərrəm də. Bir də görürsünüz ki, ipi qarşıya da çəkmirəm, elə uzanıb sərrəm. Amma hələ mən 3-cü mərtəbədən təpəsi üstə